Cəbiş və Mustafa iki Azərbaycan filminə retrospektiv baxış cəhdi. Əminəm ki, bizim Cəbiş müəllim və həm ziyarət, həm ticarət filmlərinə az qala hamı baxıb. Mən də baxmışam. Üstəlik bilirəm ki, birinci filmi Həsən Seyidbəyli çəkib 1969-cu ildə. İkinci film 1995-ci ilin məhsuludur. Rejissoru Rasim Ocaqovdur. Cəbiş müəllim obrazını Süleyman Ələsgərov yaradıb, Mustafa müəllim obrazını Hacı İsmailov. Cəbiş müəllim roluna çəkiləndə Süleyman Ələsgərovun 54 yaşı olub, Hacı İsmailov 51 yaşında Mustafa müəllimi canlandırıb. Həm ziyarət, həm ticarət bizim Cəbiş müəllimdən 26 il sonra çəkilib. Və bu iki filmin çəkiliş illərini ayıran az qala bir qərinəli müddət ərzində bizim müəllimin kinomuz və demək az qala hamı tərəfindən etalon kimi qəbul edilən obrazı dəyişməyib. Diqqət yetirsəniz görərsiniz ki, Cəbiş müəllim də sadəlöv, saf adamdır, Mustafa müəllim də. Hər iki müəllim peşəsinin vurğunudur, vətənpərvərdir, istedadlıdır və mikroskopik işbazın ya da kiçik kalibrli fırıldaqçının toruna düşəcək qədər adidir. Əliğa Ağayevin Əbülfəzli Cəbiş müəllimdən, Rasim Balayevin Davudu Mustafa müəllimdən faydalanmağa cəhd edir. Davud Mustafa müəllimi əməlli başlı aldatmağa nail olur. Özü də bunu xüsusi əziyyət çəkmədən, necə deyərlər, oynaya-oynaya edir. Biz də buna inanırıq. Yuxarıda adı çəkilən iki yadda qalan ekran əsərinin təsəvvürlərimizə transfert etdiyi müəllim obrazı haqqında daha nə demək olar? Deyəsən, müəllimimiz arıq cüssəli olmalıdır. O həmişə kostyum geyinir. Özü də hökmən qalstuk taxmaq şərti ilə. Gözləntilərimiz də budur ki, müəllimimizin xəyalları hansısa təcrübəni qoymaq üçün bir qədər at tükü əldə etməkdən ya da uzaq səfərdən doğma rayonuna qlobusla qayıtmaqdan o yana keçməsin. Bir qədər qəribədir, deyilmi? Bəlkə də başa düşüləndir. 10 illiklər boyu özünü müəllimin bütün insanlar kimi çörək yediyinə inandıra bilməmiş, şagird nəsillərinin kollektiv şuurundakı obraz elə belə olmalıydı bəlkə. Bilmirəm. Azərbaycan kinematoqrafı barədə bilgilərim də qənaətbəxş sayıla bilməz. Odur ki, kinomuzda Cəbiş müəllimdən ya da onun oğlu yaşındakı Mustafa müəllimdən çox fərqli müəllim obrazlarının olub-olmadığından xəbərim yoxdur. Vaxt tapan kimi hər iki filmə bir də baxacağım.